texnoloji baxımdan ən yaxşı, ən effektiv qorunma üsulu hansılardır? Suala belə cavab verə bilərəm ki, bunu əsasən bankların özü təyin edir, yəni sizə kart verən orqan təyin edir, hansı kartı almışsınızsa. Bəzi banklarda təhlükəsizlik kodu 4 rəqəmlərdən istifadə edir, bəzilərində 8 rəqəmdən istifadə edir, bəzilərində 2 qat doğrulama xidməti olur, bəzilərində sadəcə bir qat doğrulama xidməti olur, ondan sonrası olmur. Belə deyim, növbəti texnologiyadan istifadə etdikdə bəzən siz əlavə texnologiyalardan da istifadə edə bilərsiniz ki, üçüncü tərəf texnologiyanı, əlbəttə ki, bu üçüncü tərəf texnologiyanı bankın icazəsi, bank icazə verərsə, siz bu üçüncü tərəf texnologiyanı istifadə edə bilərsiniz ki, bunları məsələn, tutaq ki, sizin indiyə kimi nə qədər maliyyə vəsaiti göndərib aldığınızı və yaxud hansı saytlardan alış-veriş etdiyinizi, bunların hamısını yadda saxlayır və yaxud qeyri-adi bir hərəkət olan kimi və yaxud həddindən çox maliyyə vəsait göndərən kimi, məsələn, tutaq ki, siz bir müəyyən müddət ərzində, aylar ərzində cəmi hər ay ərzində 500-600 manat göndəribsiniz və birdən-birə siz 5000, 6000 və yaxud daha yuxarı məbləğ göndərdiniz. Və bu arada həmin o qoşduğu üçüncü tərəf tətbiqi sizə məlumat verə bilər ki, sizin bu filan kartınızdan, məsələn, bu qədər vəsait çıxılacaq ki, bu da sizin əvvələ göndərdiyiniz, adətən göndərdiyiniz məbləğdən yuxarıdır. Və yaxud siz bu cür 3 alış-veriş saytını istifadə edirsiniz, daim olaraq. Burada 4-cü gəldi və siz buna indiyə kimi alış-veriş eləməyibsiniz. Bundan irəliləmək istəyirsiniz, yoxsa yox. Bu kimi təsdiqləyici tətbiqlərdən də istifadə edilə bilər ki, həmçində bəzi burada tətbiqlər də var ki, məsələn, ölkəmizdə bəzi sahələrdə PayPal-dan da istifadə edə bilir ki, bu PayPal öz daxilində də müəyyən təhlükəsizlik tədbirlərini də açıb əlavə təhlükəsizlik kartları da əlavə etmək olur. Və hətta daha çox, belə deyim ki, məbləğlər kartdan daha çox məbləğ transfer olduğu zaman bank əməkdaşı da çox zaman əlaqə saxlayır bizdən ki, yəni bu qədər köçürmə halı baş verir. Dediyim kimi, yəni bu bankın gördüyü təhlükəsizlik tədbirinin səviyyəsindən asılı. Bəziləri dediyi kimi xəbərdə edə bilər, bəziləri də çoxlu sayda bank var. Hər birinin təhlükəsizlik səviyyəsi də eyni olmadığı üçün, hər biri fərqli səviyyəsi də eyni olmaya bilər, məsuliyyət səviyyəsi də eyni olmaya bilər. Ona görə də daha da işimizi zəmanət almaq üçün əlavə tətbiq təhlükəsizlik kartlarından istifadə etməliyik. Və sadə vətəndaşların gündəlik istifadə zamanı texniki baxımından nələrə diqqət etməsi vacib sayılır? Sadə vətəndaşda gündəlik kartlardan istifadə edərkən, öz kartlarından istifadə edərkən bir alış-veriş zamanı, daha çox köçürmə zamanı və bir də məlumatdan tələb olunması zamanı diqqət yetirməlidir. İlk olaraq məlumatdan tələb olunmasına məlumat vermək istəyirəm ki, heç bir bank əməkdaşı, yəni bəlkə də özlərini təyin etdiyi xüsusi hallar olmaq xaricində sizdən orada 3 rəqəmi təhlükəsizlik kodunu və kartın bitmə tarixini sizdən tələb edə bilməzlər. Yəni bank əməkdaşı sadəcə kartın üzərində olan 16 rəqəmli şifrə ilə kartın sizə məxsus olduğunu təyin edə bilər və kartın üzərində müəyyən istədiyiniz dəyişiklikləri də apara bilər. Sadəcə oradakı digər məlumatlar, məsələn, tutaq ki, alış-veriş saytına daxil olursunuz, buradan sizdən təhlükəsizlik nömrəsi istəyir, 3 rəqəmli CVV kodunu və yaxud kartın son istifadə tarixini istəyir. Bu kimi hallarda və yaxud hər hansı bir balans artırma yerindən girəndə bunlar sizdən məlumat da istəyir ki, bu məlumatlardan sizin kartın sizə aid olduğunu tamamilə təsdiqləyir, təsdiqləyən sonra da həmin o kodlar əsasında sizə doğrulama kodu göndərir. Ancaq bir bank əməkdaşı sadəcə bunu 16 rəqəmli şifrəni bilərkən də elə bilər. Məhz buna görə də hər hansı bir şəxs, istər bank əməkdaşı olsun, üçüncü tərəf olsun, sizdən heç bir halda bu dediyim kimi təhlükəsizlik kodu və son tarixi istəyə bilməz. İstəsə belə siz onları təqdim etməməlisiniz. Doğrudur. Növbəti olaraq da kart məlumatlarınızda heç bir güvənli olmayan və yaxud təhlükə olan, indiyə kimi qarşılaşmadığınız yerə daxil etməməlisiniz. Tutaq ki, siz müəyyən saytlardan alış-veriş edirsiniz, bunların hər biri vardır, özünün təhlükəsizlik tədbirləri. Xüsusilə xanımlarımız daha çox onlayn alış-verişlərdən istifadə edirlər, daha çox diqqətli olmalıdırlar deyə düşünürəm. Alış-veriş edərkən əsasən qiymətlər endirilir, onlara cazib gəlir. Tutaq ki, siz bir 100 manat dəyərində olan məhsulu 10 manata bir yersə təklif edirsiniz. Əlbəttə ki, buradan uzaq durmalısınız, çünki bu sizə sırf o təklif cazib görsün deyə sizə bu aşağı təklif verir və sizdən orada alış-veriş edən zaman artıq o səbətinizi təsdiqləmək üçün sizdən artıq kart məlumatları istəyir və kart məlumatları daxil etdiyi zaman da sizin kart məlumatlarınız qarşı tərəfə çatır və qarşı tərəfə çatanda artıq bütün maliyyə vəsaitiniz istədiyi qədər qarşı tərəf əldə edə bilər. Bunlara da diqqət yetirə bilərik səhifələrdən. Bəzi səhifələr var ki, burada müxtəlif təhlükəsizlik protokollarından istifadə edir. Bəziləri orada HTTP, bəziləri də HTTPS istifadə edir. Saytın əmriniz URL-sin başlığında yazır. Hər birimiz görə bilərik. Əgər bunun sonunda S varsa, bu deməkdir, sizin məlumatlarınız, istər kart məlumatı olsun, istər şəxsi məlumatınız olsun, ötürülən zaman şifrələnir. Yəni, o qarşı tərəfə şifrəli formada çatır və qarşı tərəfdə onu oxuya bilmədiyi üçün sizin məlumatı əldə edə bilmir. Ancaq bəzilər var ki, burada HTTP protokolunu istifadə edir. Bu zaman necə yazırsınızsa elə daxil olur və qarşı tərəfə elə çatır. Və elə çatdığınızda qarşı tərəfdə məlumatlarınızı tamamilə oxuya bilir. Bəli, məsələ bu məqamda belə bir sual vermək istəyirəm. Hakerlər adətən hansı boşluqlardan istifadə edirlər və bu məqamlarda proqram təminatlarında hansı yeniliklər olmalıdır ki, məhz hakerlər artıq bu boşluqdan sistemə daxil ola bilməsinlər?
Proqram təminatları əsasən proqram təminatı buraxılmamışdan əvvəl və mütəmadi yeniliklər olduqda bu zaman proqram təminatlarını hər zaman təhlükəsizlik testlərinin keçirilməsi aparır. Təhlükəsizlik testlərinin keçirilməsi aparılan zaman da oradakı boşluğa təyin edilir və boşluğa təyin edildiyi zaman aradan qaldırır. Əgər mütəmadi olaraq təhlükəsizlik testləri aparılmazsa, buradakı boşluqlar qalacaq və boşluqda qaldığı müddətcə də hackerlar həmin o boşluqlardan istifadə edib tətbiqə daxil olacaq. Tətbiqə daxil olduqdan sonra da istənilən istifadəçinin hesab məlumatları olsun, kart məlumatları olsun, hamısını əldə edəcəklər. Buna biz host xidməti deyə bilərik. Host xidməti də deyilir bir növü təhlükəsizliyin qarşısını almaq üçün. Yəni ona görə də məhz hər bir bank olsun, digər maliyyə xidmətdə olsun, öz proqram təminatlarını buraxmamışdan və təhlükəsizlik testdən keçməlidirlər və hər dəfə də yenilik gətirilsə, güncəlləmə gətirdiksə, oradakı boşluqlar daim yenilənmək prosesi keçir. Məhz buna görə də bəzən vətəndaşlar proqram təminatdan yenilənmir. Məsələn, Play Store olsun, App Store olsun, giririk, orada görürük ki, yeniləmələr var, amma heç birini yenilənmir. Deyir ki, telefonumuza yer tutacaq, telefonumuzun yaddaşını açacaq. Əksinə, onlar heç bir telefonumuzda yer tutmur, sadəcə mövcud versiyanı silir, yeni versiyanı yükləyir. Yəni yaddaşda tutduğu yer eyni qalır. Ola bilər ki, yeni xüsusiyyətlər gələr. Bu yeni xüsusiyyətlərə görə 1-2 megabayt yer əlavə tuta bilər ki, ancaq o da çox böyük bir şeydir. Ancaq siz onu yeniləmədiyiniz halda, tutaq ki, bu gün adlı bankda bir təhlükəsizlik boşluğu vardı tətbiqində. O təhlükəsizlik boşluğunu aradan qaldırdı və sizə yeniləmə verdi. Və siz də bunu yeniləsəz, sizin istifadəyə tətbiqdə də o boşluq aradan qalxacaq. Yox, əgər yeniləmədiyiniz təqdirdə o boşluq yerində qalacaq. Yerində qalacaq. Və o boşluqdan da qarşı tərəf istifadə edərək, yəni hücuma keçirəcək və sizin məlumatlar cələcək. Məhz bu tərəfdən də şəxslər, yəni fərdlər daimi olaraq tətbiqlərini yeniləməlidirlər və qarşı tərəfdə o xidməti verən şəxs də həmin o tətbiqlərdəki boşluğu aradan qaldırmalı və mütəmadi olaraq yeniliklər təqdim etməlidir. Baxın, belə deyim, biz danışırıq bu barədə, geniş mövzudur, əslində çox danışa bilərik. Biz qeyd edirik ki, məsələn, kart istifadəçiləri aldandılar, etdilər. Məsəl üçün də indi eləsi də var ki, həqiqətən məlumatı yoxdur, elə bir vətəndaşımıza məlumatı yoxdur. Biz bunu daim deyirik. Bəs bunu, belə deyim ki, məlumatlandırmaq üçün hər hansı bir tədbir keçirilirmi? Məlumatlandırma tədbirləri, belə qorunmaq lazımdır, bunu etmək lazımdır. Belə deyim ki, qısa video çarxlar olsun, məlumatlandırma video çarxları olsun və yaxud da ki, nazirlik olaraq hər hansı bir, belə deyim ki, təlimlər və yaxud da ki, məlumatlandırıcı bir tədbirlər həyata keçirilirmi? Əlbəttə ki, burada bizdə nazirlikdə olaraq, yəni bizdə hardasa bir ildən çox müddətdir ki, vardı bu kiber təhlükəsizlik sahəsi. Burada biz istər öz əməkdaşlarımız olsun, onların hər birinin, onlar da hər birisi xidmət verici üçün vətəndaşlar, onların da kiber təhlükəsizlik savadının artması əhəmiyyətli olduğu üçün, onların da bu sahədə inkişafı üçün müəyyən kurslar və təlimlər təşkil edirik onlar üçün, onların kiber təhlükəsizlik savadlığını artırırıq. Həmçinin də təşkil etdiyimiz tədbirlər, məsələn, bəzi qurumlarda keçirdiyimiz tədbirlər, məktəblərdə tutaq ki, informasiya texnologiya mərkəzinin özündə tədbirlər keçirir bu kiber təhlükəsizlik savadları artması ilə bağlı. Orada vətəndaşlar bunun qarşısını necə almaq olar, həmçinin öhdəsindən gəlmə üsulları, onlara verdiyimiz xidmətlər və yaxud da bu kimi hallar olduğu müddətcə bizə, əgər bizlə bağlıdırsa, bu kimi hallar bizə necə müraciət etsinlər, onlara necə kömək edə bilərik, bunların hər biri haqqında məlumat veririk. Eyni ilə də həmçinin bank əməkdaşları tərəfindən də öz əməkdaşlarının savadlığının artırılması, həmçinin də vətəndaşların məlumatlarının olması müvafiq tədbirlər də həyata keçirilməlidir.